Mən Vüsal Kəlbəcəri, tənqidçi jurnalist Vüsal Qarabağlı. Bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan Ağdaş şəhərində, Ağdaş rayonu arasındayıq. Bəli, biz çoxlu sayda Ağdaş rayonunda keçən illərim Space-də, ondan əvvəlki ildə, yəni bu illərimdə biz Xəzər TV-də və sosial şəbəkələrdə dəfələrlə Ağdaş haqqında gözəl çəkilişlərimiz eləmişik. Bu günlərim isə biz həm müəllimləri, həm təqaüddə olan müəllimləri, ziyalıları işlandırmağa gəlmişik. Amma kənddə biz soruşduq, çoxlu sayda araşdırma apardıq ki, təqaüddə olan, o cümlədən qocaman, ziyalılını bizə təqdim edin, bizə müəllimi təqdim elədilər. O müəllimi sizlərə təqdim eləmək istəyirəm. Adınız, soyadınız? Musayev Əli Həmzəoğlu. Neçə il təhsil sahəsində və qeyri sahələrdə çalışmısınız? Mən 89-cu ildən icra nümayəndəsi işləmişəm, kolxoz sədri və hal-hazırda bələdiyyə sədri işləmişəm, hal-hazırda Ağdaş Bələdiyyəsinin üzvüyəm. Çox gözəl. Və işlədiyiniz müddətdə də təhsilə önəm vermisiniz, bilirik. Və hörmətli izləyicilərimiz, bax, müəllim hələ bələdiyyə sədri deyir, ha. Amma bələdiyyə sədri işlədiyi müddətdə yaxşı işlər görübdü, ona görə gəlmişik biz. Gözəl çəkilişlər eləyirik. Bu gün həm 2025-ci il, demək 6 dekabr tarixidir. İndi hal-hazırda neçə yaşınız var müəllim? 70 yaşım tamam oldu, 71 yaşın içindəyəm. Bu yubiləyə gəlmişik də biz elə, 70 illiyinizə gəlmişik. Allah sizə Çox sağ olun, Allah sizlərə də ömür versin, sağ İşlədiyiniz olun. müddətdə dövlətimiz tərəfindən, icra hakimiyyəti tərəfindən hansı fəxr fərmanları almısınızmı? Almışam, fəxri fərmanı da almışam icra hakimiyyəti tərəfindən. Sonra Yeni Azərbaycan Partiyasının fəxri fərmanını almışam. Dəfələrlə təşəkkürnamələr almışam. Olubdur, bir çox olub. Çox gözəl. Biz də Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl ziyalısını sizlərə təqdim elədik. Gözəl ağsaqqalını Ağdaş rayonunda biz Qaradağlı kəndində olduq. Çoxlu sayda insanlara sorğular apardıq. Müəllim haqqında gözəl çəkilişlər elədik. Amma biz bilirik ki, siz həm də gözəl atasınız, gözəl babasınız. Neçə övladınız var? 4 evladım var, 11 nəvəm var, 2 nəticəm var. Ay maşallah, ay maşallah. Sağ olun, Və həyat maşallah. yoldaşınızın adı? Musayeva Almaz baba qızı, həyat yoldaşım. Allah ömür versin. Evdar qadındır, o da təqaüddədir hal-hazırda. Bizim çəkilişimiz vasitəsilə bu kadrlara 10 il, 20 sonra nəvə nəticələriniz baxacaq. Onlara öz ürək sözlər nə deyə bilərsiniz? Onlara Azərbaycana layiqli vətəndaş kimi böyümələrini tövsiyə edirəm. Onlar öz babalarının, öz atalarının yolu ilə xalqına, öz kəndində olan təhsilə, mədəniyyətə, insanlara yüksək dəyər verməsini, yüksək qiymət verməsini arzulayıram və özləri də həmişə nümunəvi bir vətəndaş kimi böyümələrini istəyirəm. Çox sağ olun. Təşəkkür edirəm. Bəli, Çağdaş Təhsil komandası olaraq biz də sizə dərin təşəkkür bildiririk, minnətdarlıq bildiririk. Allah ömür versin. Sağ olun.